Videonu görənlərə mütləq kurabiyəni hazırlamağı tövsiyə edirəm. Əvvəlcə yağ və şəkər pudrasını qarışdırıram. Üzərinə yumurta sarısı, suda islatdığım kofeni, qabartma tozu, kakao və nişasta əlavə edirəm. Qarışdırdıqdan sonra hazırlanmış kütlənin üzərinə istifadə edəcəyim unu əlavə edib, yumşaq və ələ yapışmayan xəmir yoğururam. Xəmiri gözlətmədən hər biri 20 qram olmaqla yumru toplar hazırlayıb və kofe forması verib yağlı kağızın üzərinə yığıram. Öncədən isidilmiş 180 dərəcədə 12 dəqiqə bişirirəm. Şokoladın üzərinə bitki yağı əlavə edib, su hamamında əridib, kurabiyələrin üzərini örtürəm. Bir neçə saat soyuducuda saxladıqdan sonra isə üzərinə kakao səpirəm.